Bəli, belə bir sualla qarşınızdayıq. Bizdə sualda 3 üstü x bərabərdir 32, 9 üstü y bərabər 64 ifadəsini verir. Bizdən isə 3x minus 2y bölünsün y ifadəsini istəyir. İlk öncə biz bu hər tərəfi loqaritmayacağıq. X bərabərdir log 3 əsasdan 32. Biz bunu yazdıq. Sonra biz bunu aça bilərik. Necə? Log 3 əsasdan 32-ni 3 üstü 5 kimi yazsaq, o da 5 log 3 əsasdan 2 olur. Yazsaq, o da bərabərdir 5 qabağa keçir. 5 log 3 əsasdan 2. Biz x-i tapdıqsa y-i də tapacaq. Y də eyni qayda ilə var. Y də bərabərdir log 9 əsasdan 64. Bunu da necə yaza bilərik? Log biz 9-u 3-ün kvadratı kimi, 64-ü isə 2 üstü 6 kimi gətirə bilərik. 2 bura 6 qabağa keçir. Yəni burada 6 2 bölü 3, yəni alınır 3 log 3 əsasdan 2. Y-i tapdıq, x-i tapdıq. İndi burada yerinə qoyub qiymətləri hesablayırıq. 3 vururam x-a, alınır 15 log 3 əsasdan 2 minus 2-ni vururuq y-ə, alınır 6 log 3 əsasdan 2 bölünsün y-i saymışdıq. Y də bərabərdir 3 log 3 əsasdan 2'ye. Buradan tapırıq. Buradan da alınır 15 log 3 əsasdan 2'den 6 log 3 əsasdan 2 çıxanda alınır 9 log 3 əsasdan 2 bölünsün o altdakı qalır 3 log 3 əsasdan 2. Burada 3 log 3 əsasdan 2'lər gedir. 9 bölü 3 cavab 3. Bu kadar sadə.